Onda laf qalxır. Fikirləşirəm ki, sən uşaqları geyinməzəm, sırada geyinməzəm. Görürmür ki. Hə, bilmirəm. Geçən ciddi deyirəm. Bəhram getəndə bizi görürmüş da. Harda bəhanə? Sən Vahide baxsan, xəyallara bax. Harda? Ruh olar. Yəni şəhər bir şəhid anasını canlandırmaq çox çətindir. Bunu yazan yazıcı da təbii ki, onların hisslərini o cür onlar kimi ifadə edə bilməz. Həmçinin aktrisa da oynadığımız bu rolu, yəni şəhid anasının yaşantılarını biz olduğu kimi çatdıra bilmərik. Amma biz buna səy göstəririk. Biz bunu böyük bir eşqlə, məhəbbətlə, sevgi ilə tamaşaçılara təqdim edəcəyik. Ay xanım, nə oldu sizə? Havanın min sesler karışır. Bitirdi gözden, kuyruğu çıkırgenden, güneş yere inirdi, kucağıyı öpürdü sahile kadar. Ben senin! Niye Sergey? Bırak beni de sana Sergey! Lütfen!